Salam, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. İlkin olaraq mən sizə özümü təqdim edeyim. Mən Əhməd Nadir, Akademiyanın Təlim və Tədris Mərkəzinin təsisçisi və direktoruyam. Bugünkü təlimimizdə mən özüm həmçinin də insan resursları üzrə şöbə müdiri olaraq çalışıram. Bu sahədə təlimlər, seminarlar da həmçinin də təlimçi kimi çıxış edirəm. Bugünkü təlimimizdə səsim gəlir sizə. Yəni mənə okey desəz. Səsimi eşidirsiniz də? Aha, çox gözəl. Vaxt itirmədən mən onda ekran görüntüsünü paylaşıram. Yəqin ki, ekran görüntüsünü görürsünüz. Deməli, yoldaşlar, bu günləri biz sizlə əmək haqqı və belə deyək də, davamiyyətin izlənməsi və əmək haqqı hesablanmasını keçəcəyik. Bunları sizə göstərəcəm. Yəni, bu cədvəlin sıfırdan necə qurulursa, onu sizə göstərəcəm. İlk öncə bir qısa məlumatlar verək. Ümumiyyətlə, əmək haqqı nədir? Tutulmalar necə keçirilir? Hansı formada olur? Bunlar haqqında bir qısa məlumat verək. Ola bilsin ki, bilməyən şəxslər var aramızda. Ondan sonra cədvəlin qurulmasına başlayacaq. Deməli, ümumiyyətlə bizdə qros əmək haqqı və net əmək haqqı anlayışları var. Qros əmək haqqı nədir? Vergi ödənişlərindən öncə işçiyə hesablanan əmək haqqıdır. Yəni, vergi ödənişləri tutulmadan, heç bir tutulma olmadan nəzərdə tutulan əmək haqqıdır. Məsələn, tutaq ki, 1000 manat işçinin, daha doğrusu 1127 manat qros əmək haqqıdırsa, bunun ümumi qros əmək haqqı 1127 manatdır. Buradan tutulmalar olur, təxmini tutulmalar olanda 1000 manat qalır. 1000 manatda, yəni tutulmalar olandan sonraki əmək haqqı da olur net əmək haqqı. Yəni tutulmalar olunmuş əmək haqqı. Əmək haqqının hesablanması bizdə iki sektor üzrə aparılır. Qeyri-dövlət və qeyri-neft sektoru üzrə, bir də dövlət və neft sektoru üzrə. Qeyri-dövlət, biz bu günləri əsas qeyri-dövlət və qeyri-neft sektoru üzərindən cədvəlimizi quracaq. Burada tutulmaları qeyd etmişik. Hansı tutulmalar var, hansı formada tutulur. Qeyri-neft sektoruna biz nəzər yetirək. Deməli, gəlir vergisi hansı qaydada olur? Təbii ki, muzlu işçilərdən tutulmalar, yəni işçidən tutulmalardır və işə götürəndən tutulmalardır. İşçidən tutulmalar, gəlir vergisi hazırki vəziyyətdə əgər işçinin əmək haqqısı 8000 manata qədərdirsə, bu zaman heç bir gəlir vergisi işçidən tutulmur. 8000 manatdan çoxdursa, 8000 manatdan çox olan o vergiyə cəlb olunan hissədən 14% gəlir vergisi tutulur. Dövlət Sosial Müdafiə Fonduna ayırmaları isə əgər əmək haqqı 200 manata qədərdirsə, əmək haqqının, yəni bunun 3%-i 200 manatdan çoxdursa 6 üstə gəlinsin 200-dən çox olan hissə, yəni 200 çıxılmış hissənin 10%. Burada 6 bəzən çaşqınlıq yaradır. 6 nə deməkdir? Yəni 200 manatın 3%-i 6-dır. Yəni bu 200 manata qədərdirsə bu, yəni 6 manat 200 manata qədərdir. Üstə gəlinsin 200 manatdan sonranın, yəni məsələn tutaq ki 500 manatdırsa, bu 300 manatın da, yerdə qalan 300 manatından da 10% tutulur. İşsizlikdən sığorta haqqı stabildir, 0,5% tutulur. İcbari tibbi sığorta haqqı da 8000 manata qədər olduqda hesablanan əmək haqqının 2%-i, 8000 manatdan çox olduqda 160 da bu gördüyümüz 8000-in 2%-idir. 8000-ə qədər, yəni 2%-in 160 üstə gəlinsin, hesablanan aylıq maaşı çıxılsın 8000 manat, vurulsun 0,5%. Bu işçidən olan tutulmalardır. Bu hissədə işə götürəndən olan tutulmalar var. Dövlət Sosial Müdafiə Fonduna ayırmalar var. Əgər əmək haqqı 200 manata dək olduqda, sığorta haqqına cəlb edilən aylıq gəlirin 22%-i, əmək haqqı 200 manatdan çox olduqda 44 manat, yenə eyni qaydada 200 manatın 22%-i 44 manat edir. Üstə gəlinsin, sığorta haqqına cəlb edilən aylıq gəlir çıxılsın 200 manat, vurulsun 15%. Ondan yuxarında 15%. İşsizlikdən sığorta haqqı da hesablanmış əməyin ödənişi fonduna, yəni 0,5% tutulma tutulur. Bir də icbari tibbi sığorta haqqı da
8000 manatadək olduqda 2%, 8000 manatdan çox olduqda digər hissənin, yəni 8000-dən çox olan hissənin 160 üstəgəlinsin, digər hissənin də 0,5% tutulma olur. Bu hissələrdə eyni tutulmalardır. Sadəcə olaraq rəqəmlərində, faizlərində fərqlər var. Dövlət sektorunda olan tutulmalardır. Bu hissələrdə əgər kiminsə sualı olsa, sualını verə bilər. Təbii ki, indi mən burada əl falan qaldırsanız görə bilməyəcəm, amma sualınız olsa mikrofon açıb verə bilərsiniz. Bağışlayırsınız, başa saldınız, indi bu özəldir, düzdürmü? Bəli, bu danışdığımız özəldir. Burada da dövlət və neft sektoru var. Sadəcə olaraq bunda bir vaxt itməsin deyə danışmıram bir-bir. Bu günlər danışacaq biz qeyri-dövlət və qeyri-neft sektorundan tutulmalar. Yəni, eyni cədvəl. Sadəcə olaraq cədvəli öyrənib faizləri, rəqəmləri dəyişsəz olacaq dövlət sektoru üçün. Yeniliklər haqqında... Aydındır, çox sağ olun. Siz sağ olun. Yeniliklər haqqında, deməli bu yeniliklərdə qeyd etdim burada. Gözlənilən yeniliklərdir, düzdür. Hələ ki, dəqiq bir qərar yoxdur. Ola bilər ki, olmasın, ola bilər ki, güzəştin uzadılması ilə bağlı hər hansı bir qərar verilsin. Deməli, Azərbaycan Respublikasının vergi məcəlləsinin 101.1-1-ci maddəsi var idi. Hələ də var o maddə, yəni qüvvədədir. O maddədə qeyd olunurdu ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzlu işləyən aylıq gəlirindən vergi 2019-cu ilin yanvarın 1-dən 7 il müddətinə aşağıdakı cədvələ uyğun olaraq tutulsun. 8000 manatadək tutulmur, 8000-dən yuxarı isə 14%. Baxın, bu hissədə dediyim hissədə 8000-dən tutulmur, 8000-dən yuxarı 14%. Yəni, bu 2019-cu ildə məcəlləyə daxil edilib və 7 il müddətində güzəşt müddəti müəyyən olunub və bu ilin sonunda, yəni 2026-cı ildən artıq bu müddət bitir. Bununla bağlı gözlənilir ki, aşağıdakı formada yeniliklər tətbiq olunsun. Əgər bu yeniliklər tətbiq olunsa, hər hansı bir uzanma falan olmasa, aşağıdakı gözləntilərimiz var. Deməli, 2026-cı ilin yanvar ayının 1-dən 2007-ci ilin yanvar ayının 1-nədək 2500 manatdaq aylıq gəlirdən 3%, 2500 manatdan 8000 manatdək olan aylıq gəlirdən 75 manat üstəgəlsin 2005 manatdan 8000 manatdək olan məbləğin 10% və aylıq gəliri 8000 manatdan çox olduqda 625 manat üstəgəlinsin 8000 manatdan çox olan məbləğin 14% gəlir vergisi çıxılacaq. Bu cədvəli mən yekunda sizə göndərəcəm. Əgər ehtiyac olsa, baxmaq istəsəz, bu dəyişikliklərə, gözlənilən dəyişikliklərə baxa bilərsiniz və yaxud da digər bu hissələrə buradan baxa bilərsiniz. Bizim cədvəlimiz bu formada olacaq. İndi biz bu cədvəli qurmağa çalışacağıq. Cədvəldə, daha doğrusu bunda tam deyil, digər şeydədir, faildadır tam cədvəl. Bu yarımçıq cədvəldir. Bu cədvəl, belə bir cədvəlimiz olacaq. Mən əslində bağlayıb onu açmaq istəyirəm, ancaq elə buradan biz yaradaq bu cədvəli bir-bir. Deməli, biz cədvəli yaradacaq. Cədvəli elə formada yaratmalıyıq ki, biz cədvəli ayrı da yarada bilərsiniz siz. Məsələn, tutaq ki, bəzi şirkətlərdə mühasibatlıq və insan resursları fərqli olur. Yəni, tabel işi, davamiyyət işi insan resurslarında olur, amma tutulmalar falan hissəsi mühasibatlıqda olur. Onların özləri bəzən hər hansı bir proqramlarla işləyirlər və yaxud da ki, məsələn, Excel üzərindən indi praktikada gördüklərimiz serverə Excel faili yüklənir, hər iki tərəf həmin Excel failin üzərində işləyir. Amma bu yaradacağımız cədvəl əsasən insan resursları üçün, düzdür, mühasiblərdə istifadə edə bilərlər. Hamısını birləşdirdiyimiz bir cədvəldir. Bu cədvəli mən özüm yaratmışam sıfırdan, tabellə tutulmalar hamısı bir yerdə. Bu cədvəli deməli biz necə yaradaq? İlk öncə bir təxmini qədər bəs edər. Yəqin ki, aramızda olan bütün şəxslərin müəyyən qədər Excel bilikləri var. Yəni, xırda cədvəl yaratmaq falan bu hissələrdə. Belə bir cədvəl yaradacaq. Cədvəlin ilk yuxarı 3 sətri bizdə başlıq rolunu oynayacaq. Ona görə bu yuxarı 3 hissənin hər hansı bir rəng verək.
Rəng tonların istəsəz özünüz quranda istədiyiniz rəng tonunu seçə bilərsiniz. Təbii ki, bu sizin istəyinizdən asılıdır. Birinci hissədə, cədvəlin birinci hissəsində qeyd edəcəyik tarixi. Bu hissəni birləşdiririk, bu hissəyə tarix yazırıq. Tarixi niyə seçirik? Bir də belə bir şey seçək. Hamısını mərkəzə verək ki, daha yaxşı olsun. Tarix hissəni deməli niyə seçirik? Biz burada seçirik, yazırıq, məsələn, indi hansı aydır? Noyabr. Bir də belə yazaq. Noyabr 2025. Noyabr 2025-dir. Bunu kopyalasaq, bütün cədvələ atsaq, cədvəlin aşağı hissəsinə də biz rəng verək. Cədvəli artıq sonradan artırmaq istəyərsəz, yəni sətirlərinin sayını artıra bilərsiniz. Məsələn, indi bu az saydadır, 100 işçi, 200 işçi nə qədər istəsəz əlavə edə bilərsiniz. Deməli, bu tarix hissəni biz niyə yazırıq? Tutaq ki, siz bu cədvəli qurdunuz, tarixi noyabr ayında cədvəli doldurdunuz, işçilərin davamiyyətlərini doldurdunuz, əmək haqqlarını doldurdunuz, tutulmaları falan tutuldu, yekunda ay bağlandı, getdi. Bu cədvəli siz kopyalayıb bir başqa bir Excel faylına atırsınız, növbəti ay ora, növbəti ay ora, növbəti ay ora, artıq orada bir yerdə cəmləyə bilirsiniz bunu. Daha sonra tutaq ki, hər hansı bir işçinin siz məsələn son 12 ayına baxmaq istəyirsiniz. Bu bizə tez-tez lazım olur. Məzuniyyəti hesablayanda və yaxud da digər xəstəlik vərəqələrində falan son 12 ay işçinin baxmaq istəyirsiniz. Bu onun üçün lazımdır ki, siz artıq burada altı çoxlu cədvəllər olanda, məsələn noyabrdan əvvəl oktyabr, avqust, sentyabr, artıq bu yuxarıdan filtr verəndə işçinin adına artıq həmin işçinin adını çıxartacaq. Noyabrda olanın, ona uyğun olan, yəni sətir nəticə onu, nə bilim dekabrda olan sətir nəticə onu, buna uyğun o sətirləri rahat şəkildə çıxartacaq. Siz də oradan kopyaladınız, atdınız son haqqı hesabının hesablanmasına. Bunun üçün də bir cədvəl yaratmaq olar, istifadə edə bilərsiniz. Bu da artıq bir ayrı məsələ. Yəni ona görə bizdə bu tarix hissəsi lazım olacaq. Bunu qalsın belə. Növbəti hissə biz sıra nömrələri olacaq bizdə. Sıra nömrəsini qeyd edəcəyik. Sıra nömrələrində hələlik belə edək, bir təxmini 15 nəfərlik bir cədvəl yaradaq. Yenə dediyim kimi bunu artıra bilərsiniz. Biraz sıxıram ki, daha cədvəlimiz çox yer tutmasın. Gözümüzə qorxulu görünməsin. Növbəti hissədə, artıq bu hissədə biz işçinin qeyd edirik. Ad, soyad, ata adı. Ata adı. Burada işçinin ad, soyad, ata adını qeyd edəcəksiniz. Başqa məlumatlar da qeyd edə bilərsiniz. Burada mən əsas məlumatları qeyd edəcəm. Amma cədvəli yaradanda istəsəz və yaxud da bu cədvəlin üstündə istəsəz dəyişə bilərsiniz. FIN kodunu qeyd edirik. Ən çox lazım olan hissələrdir. Və bir də burada hesab nömrəsini qeyd edirik. Bu da əmək haqqının köçürülməsində falan sizlərə lazım olacaq. Hesab nömrəsi. Bir də burada qeyd edək biz işçinin vəzifəsi. İşçinin vəzifəsi. Belə. Bura qədər qeyd elədik. Artıq bundan sonra başlayırıq ancaq rəqəmlərlə, funksiyalarla işləməyə. İlk öncə bizə lazımdır işçinin vəzifəsindən sonra işçinin gross əmək haqqı. Əmək haqqı gross. Gross əmək haqqı. Gross əmək haqqı burada təxmini 1127 qeyd edək. Təxmini bir rəqəm qeyd edək. Və artıq biz buradan başlayacağıq.
neçədən olacaq? 1, 2, 3, 4, 31 dənə günlərin sayı, aydakı günlərin sayına uyğun. 2, 3, 4, belə də ən yaxşısı. Biraz bunu sıxaq, çox getməsin deyə. Təxmini belirliyə indi lazım olsa artırarıq. Bu hissəni seçirik. Ümumi seçir. İşte bunu biz ikisini seçməliyik. Buna görə elə olur. Əslində bu ikisini seçməliydi. Belə edək. Bu hissəni də biraz aşağıya açaq. Burada bizim günlərimiz olacaq. Ayın 1-dən ayın 31-nə qədər. Sığmasa əlavə edərik sətr. Bundan öncə burada bizim ayımızın günləri, burada da aşağıda da həftəmizin günləri olacaq. Biz hər ay cədvəldə bunu belə deyək, əlimizlə bir də silib dəyişmək, yəni nəsə bir dəyişiklik etməmək üçün yuxarıdan bu hissədən balaca bir cədvəl əlavə edirik bura. Bu hissədə ay, bu hissədə də ili qeyd edirik. Bunu belə bir seçə bilərik. Bir rəng verək buna, hər hansı bir rəng. Məsələn, bu rəngi. Bura biz ayları, burada illəri daxil edəcək ki, avtomatik seçəndə cədvəlin bu hissəsində tarixlər dəyişsin. Məsələn, bu ayın tutaq ki də, bu ayın 1-i bazar gününə düşür, növbəti ayın 1-i 2-ci gününə düşür. Bunu avtomatik artıq cədvəl özü tənzimləyəcək. Bunun üçün biz bir dənə əlavə, əslində burada da edə bilərik, əlavə də edə bilərik, amma əlavə edək. Əlavə bir şit açırıq. Bu şitdə 1, 2, 3. Bizim deməli 12 ayımız var. İli də 2025-dən qeyd edirəm. 2026. 2036-ya qədər kifayətdir. Lazım olsa bunda daha çox edə bilərsiniz, böyüdə bilərsiniz. Deməli, bu bizə lazım olacaq, bura avtomatik gətirmək üçün. Bunun üçün deməli biz nə edirik? Xananı seçirik. Məsələn, bu xananı, birinci ayı gətirək. Xananı seçəndən sonra yuxarıda data menüsünə keçirik. Buradan data tools'dan, data alətlərindən data validate bu hissəyə klik edirik. Belə bir pəncərə açılır. Bu pəncərədən, bu hissədən biz listi seçirik. Yəni, bu list formasında açılmalıdır. Sağında bir ox çıxacaq, vuranda 1-dən 12-yə qədər ayları göstərəcək. Bu hissədə isə gətirəcəyimiz cədvəli seçirik. Bu hissədən biz gətirəcəyik ayları. OK vurduq. İndi bura vuranda artıq burada aylar çıxır. Məsələn, tutaq ki 11-ci ay. Eyni qaydada ili də gətiririk bura. Deməli, seçdik datadan
Bu hissəyə klik etdik. Bu hissədən listi seçdik. Bu hissədən də gətirəcəyimiz illəri seçdik. OK vurduq. İllər də gəldi bura. 2025. Artıq siz bu cədvəlin kopyasını çıxartanda növbəti dəfə artıq bir də əlinizdən dəyişməyəcəksiniz. Keçdiniz 2012-ci aya, burada avtomatik tarixlər dəyişəcək. İndi biz o tarixləri düzəldəcəyik. Tarixləri necə düzəldək? Tarixləri düzəltmək üçün birinci ilk növbədə bu hissədən bunu da bir dənə səhvinə yazı verək ki, biz tarixləri rahat görə bilək. Bunu. Gəldik bu hissəyə. Bu hissədən bərabər işarəsi qoyuruq. Date tarix funksiyasından istifadə edəcəyik. Date funksiyasını seçdik. Daha sonra biz burada gətirəcəyik, deməli, ili nöqtəli vergül qoyuruq. Bəzi Excel'lərdə bu ya qoşa nöqtə, ya vergül də ola bilir, səhv etmirəmsə. Excel'in ilinə görə dəyişir. Məndə olan Excel sonuncu versiyadır. 365, Office 365. Daha sonra ayı seçirik. Bir dənə də nöqtəli vergül qoyuruq və 1 yazırıq. 1 də nədir? Yəni 1-dən başlasın. Ayın 1-dən başlasın. Enter'e bastıq. Ayın 1-dən başladı. İkinci hissəyə gəlirik. İkinci xanada da artıq bərabər işarəsi qoyuruq və burada deməli bu tarixin üstünə 1 gəlirik. İndi bunu biz çəkirik 31-ə qədər. Cədvələ biraz 29, 30, 31. 31-ə qədər dəyişdik. Artıq 31 noyabrda 31 olmadığını görə avtomatik görürüz keçdi 12-ci ayın 1-nə. Buradan indi biz tutaq ki, ili dəyişək. İli dəyişəndə avtomatik dəyişdi. İndi bunu elə etməliyik ki, burada həftənin günlərini ona uyğunlaşdırmalıdır. Məsələn, noyabrın 1-i hansı həftənin hansı gününə düşür. Bunu da etmək üçün bu hissəyə gəlirik. Burada biz weekday funksiyasından istifadə edəcəyik. Weekday funksiyasını seçirik. Daha sonra bu kiminsə sualı varsa sualı olan var kimsə? Sualını versin. Aha, yoxsa biz bunu burada yazsaq daha rahat olar əslində. Nöqtəli vergül seçirik. Nöqtəli vergül seçəndən sonra da bu hissədə 11 qeyd edirik. İndi bir dənə baxaq görək düz işləyirmi yoxsa yox. Noyabr aydır. Noyabr ayının bu günləri 22-sidir, şənbə günü. Deməli funksiyamız düz işlədi. 22-si şənbə gününə düşdü. 6 iş. Bir də onu qeyd edim ki, mən bu cədvəli 5 günlük iş rejimi üçün qururam. İstəsəz kiçik dəyişikliklər edib 6 günlük iş rejiminə də uyğunlaşdıra bilərsiniz. Yəni qurmağı biləndən sonra artıq o sizin üçün asan olacaq. Aha. İndi sağ hissəyə keçmədən, hələ ki bu hissəyə keçmədən, yox, gəlin keçək ya da bu hissəyə. Bu hissədə biz bəzi belə deyək də xüsusi günləri qeyd edək. Məsələn, izamdır, əvəz gündür, digər məzuniyyətdir, öz hesabına məzuniyyətdir. Onları burada qeyd edək. Daha sonra cədvəl artıq burada bir funksiyada əlavə edəcəyik. 6-7-ci günlər, yəni 6 bazar günlərini avtomatik qırmızılayacaq. Tarixi də dəyişəndə ona uyğun qırmızı rəng dəyişəcək. Yəni həftə sonlarını qırmızılayacaq. Aha.
Bu hissədən biz başlayaq. Deməli, hansı buranı birləşdirək. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə kifayət edir bizə. Buranın da formatlanmasını buranın hamısına tətbiq edərik. Aha. Bura bir rəng verək. Məncə bu hissi ilə o hissəni bir-birindən ayıraq. Məsələn, belə. İstəsək bunu da silsə bilərik ki, bu hissəni o hissədən ayırsın. İndi buradan biz yazırıq ezam, hansı xüsusi günlərimiz var. Məsələn, ezam. Yazılarımızı da bu formada yazırıq. Ezam yazırıq. Əvəzgün yazırıq. Əvəzgün nədir? Əvəzgün məsələn, tutaq ki, ezamda, işçi bayramlarda və yaxud da ki, hər hansı bir altı bazar, yəni şənbə istirahət günlərində işçi işləyirsə, ona ya 2 qat əmək haqqı verilməlidir, ya da ki, ona başqa bir əvəzgün, yəni əlavə bir istirahət günü verilməlidir. Əvəzgünü ona görə qeyd edirəm. İstəsəz təbii ki, bunu başqa formada özünüzə, öz müəssisənizə uyğunlaşdıra bilərsiniz. Daha sonra məzuniyyəti qeyd edirəm. Daha sonra təhsil məzuniyyəti. Təhsil məzuniyyəti, sonra xəstəlik məsələm qeyd edirəm. İndi mən əsaslarını qeyd edirəm, sonra lazım olsa təlim qeyd edirəm. Məsələn, daha çox indi təcrübədə rast gəldiyimiz işçilərin daha çox təlimə gedirlər. İşçilərin təlimə getməkləri onların orta əmək haqqının saxlanması deməkdir. Yəni, təlim günlərində onların orta əmək haqqı saxlanılmalıdır. Bu da yəni, orta əmək haqqının hesablanmasına uyğun hesablanıb ödənməlidir. Təlimi qeyd edirəm. Məsələn, bayramı qeyd edirəm. Bayramdan sonra işdə olmama. İşdə olmama qeyd edirəm. Bir də icazəli qeyd edirəm. İşdə olmama və icazəni niyə mən bir-birindən ayırdım, onu da deyim sizə. Tutaq ki, mən indi işdə olmamanı, bunları yazım. Məsələn, ezam, əvəzgünü ədir, məzuniyyət m-dır, təhsil məzuniyyəti t-mıdır, məsələn, xəstəlik x-dır, təlim t-dır, bayram b-dır, işdə olmama p-dır. Trouble deyirik biz buna. Başqa adla adlandıra bilərsiniz. Siz bilmirəm, təcrübədə bəlkə başqa ad istifadə edirsiniz. Bir də icazəli də i-dir. Deməli, indi bu cədvəli quranda orada görəcək. İşdə olmama və icazəni bir-birindən niyə görə fərqləndiririk? Məsələn, tutaq ki, işçinin qəfil bir hadisə baş verir. Məsələn, yaxın bir adam rəhmətə gedir. İşçi 3 günlük icazə alıb da işdə olmayacaq. Ona görə rəhbərlik sizə deyir ki, o işçinin 3 gününü problem yoxdur, əmək haqqını hesablayın, verin. Ona i qeyd edirik və indi quracağımız düsturda o i-ni əslində iş günü kimi götürəcək və ona uyğun maaş hesablayacaq işçiyə. Amma P odur ki, işçi işdə yoxdur, hər hansı bir səbəbdən gəlməyib və yaxud da yenə hüzürü var, amma rəhbərlik deyir ki, yəni əmək haqqından kəsilsin. Onda biz ona P qeyd edəcəyik, P artıq onun əmək haqqını hesablamayacaq. Yəni, P olan günlərin onun ümumi əmək haqqından çıxılacaq. Ona görə bunu 2 formada ayırmışam. İşdə olmama və icazəli. Bunlar bura qədər bu hissəyə keçməmişdən qabaq gərək əsas hissəyə, cədvəlimizin bu hissəsində o e-lər, ə-lər, im-lər, bu hərflərin bura yazılması və həftə sonlarının rənglənməsi. Deməli, siz İndi həftə sonlarının rəngləyəcəyi və bir də ezam əvəz günləri, məsələn, cədvəlinizdə çoxlu rəqəmlər olanda, məsələn, 8 saatlar olanda, ümumi burada əgər ezam varsa, varsa, əvəz gün varsa, bunlar sizin diqqətinizdən yayına bilər. Ya da gələk bura baxasınız ki, məsələn, neçə ezam var, neçə əvəz gün var. Bunun üçün biz bu ezamlara rəng verəcəyik.
Məsələn, tutaq ki, siz bura E qeyd edəndə artıq avtomatik enterə basanda həmin xanaya bir rəng verəcək. Rənglər də istəyə uyğun dəyişir. Mən təcrübədə daha çox yəni cədvəl quranda E-dən daha doğrusu sarı rəngdən istifadə edirəm. Siz də istəyə uyğun seçə bilərsiniz rəngi. İndi biz ən birinci bura rəng vermək üçün rəng verəcəyimiz, yəni bu funksiyanı tətbiq edəcəyimiz hissəni seçirik və mütləq şəkildə baxmalıyıq ki, bunun daha doğrusu ən yuxarı və üst tinində bu hissədə hansı xanadır? Baxın, H7 xanası. Bunu biz yadımızda saxlayırıq. H7 xanasından, yəni adından istifadə edəcəyik biz. Seçirik. Həmin hissəni seçəndən sonra Home tabında Styles bölməsi var. Baxın, Styles bölməsindən Conditional Formatting bölməsinə klik edirik. Conditional Formattingdə bizdə ilk dəfə yaradırıq deyə New Rule var. Manager Rule'dən istifadə